Hamıya salam. Bugün AXC-nin yaranması haqqında danışacağıq. AXC 1918-ci ilin 28 may tarixində yaranıbdır. Amma biz bu vaxtdan da əvvəl öyrənməli olduğumuz çox vacib məqam, xüsusilə testlərə mütləq şəkildə salınan bir məqam öyrənməliyik. 1918-ci ilin 27 may tarixini, yəni AXC yaranmazdan bir gün əvvəl. 1918-ci ilin 27 mayında nə olub? Tiflisdə fövqəladə iclas keçirmişik. Tiflisdə bu şəhərlər, uşaqlar çox vacibdir. Tiflisdə iclas yazıram mən qısa formada. Siz istəsəz bunu qeyd edə bilərsiniz. Bəs niyə Tiflisdə keçiririk biz bu iclası? Çünki bizim əlimizdə bir qarış da torpağımız yoxdur. Demək olar ki, Gürcüstanda, Tiflisdə bir otağın içində dövlət yaratmış adamlarıq biz. Əlimizdə torpağımız yoxdur. Məcbur qalıb dövlətimizi Tiflisdə yaradırıq. Elə Milli Şuramızı Tiflisdə yaradacağıq. Dövlətimizi də Tiflisdə yaradacağıq. Daha sonra artıq Azərbaycana qayıdacağıq yavaş-yavaş. İndi o yerləri danışacağam. Deməli, Tiflisdə fövqəladə iclas keçirilir. İclas Azərbaycan idarəsini öz üzərinə alır. Yəni iclas deyən iclasdakı qrup üzvləri, məsələn Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xoyski və sair kimi ziyalılarımız Azərbaycan idarəsini öz üzərinə alır və müvəqqəti Milli Şura yaranır. Baxın, çox vacibdir. Müvəqqəti, mən qısa yazıram yenə, Milli Şura yaranır. Hansı tarixdə yaranır? Yenə 27 may tarixində yaranacaq bu da. Xüsusilə vurğulamaq istəyirəm ki, müvəqqəti Milli Şuranın yaranması AXC dövrünə düşmür. Çünki AXC-nin dövrü 28 may tarixindən başlayır. Amma bu 27 maydır. Testlərə həmişə düşür. Uşaqlar da həmişə 27 may tarixini AXC-nin dövrü kimi götürürlər və həmişə də səhv edirlər. Ona görə xüsusilə bir əsəblə bunu vurğulamaq istədim. Davam edək. Deməli, müvəqqəti Milli Şura yaradılır və bu Milli Şuranın da əlbəttə ki, ağzımıza şura deyiriksə, bunun bir sədri olmalıdır, bunun bir tərkibi olmalıdır. Sədri də Məmməd Əmin Rəsulzadə seçilir. Daha sonra artıq AXC-nin yaranmasına gələ bilərik. AXC-nin yaranması 1918-ci ilin 28 may tarixidir. Deməli, 28 may tarixində İstiqlaliyyət bəyannaməsi qəbul olunur və AXC yaradılır. Cümhuriyyətimizin yaranması elan olunur və Fətəli xan Xoyskinin rəhbərliyi ilə birinci hökumətin tərkibi də təsdiq olunur. İndi bunlar nə deməkdir? İstiqlaliyyət bəyannaməsini ötəri keçmək olmaz. İstiqlaliyyət bəyannaməsinin maddələri xüsusilə önəmlidir. Onları mən bura təkrar etməyəcəm. Bir neçə lazımi orada məqamlar var. Ana İsayevin kitabında olduğu qədər xüsusi şəkildə verilibdir. Oradan oxusanız sizə çox kifayət edəcək. Cümhuriyyətin yaranması elə 28 may tarixində elan olundu. Fətəli xan Xoyskinin rəhbərliyi ilə hökumətin tərkibi təsdiq olundu. Ümumiyyətcə uşaqlar, bu hökumətlər nədir, haradan gəlib? Gəlin baxaq. Birinci hökuməti mən danışacağam sizə. Birinci hökumətin, deməli, bir də gəlin baxaq. 1918-ci ilin 28 mayında nələr baş verdi? Qeyd edək. 1. AXC yarandı. 2. İstiqlaliyyət bəyannaməsi qəbul olundu. İstiqlaliyyət, mən yenə qısa yazıram, bəyannaməsi təsdiq olundu, qəbul olundu daha doğrusu və Fətəli xan Xoyskinin rəhbərliyi ilə birinci hökumətin tərkibi təsdiq olundu. Axı dövlət yaranırsa, bunun bir hökuməti olmalıdır. Hökumətsiz dövlət olarmı? Yəni bunun bir dövlət başçısı olmalıdır. Bunun bir hökuməti olmalıdır. Bu hökuməti də yoldan gələn adamı seçib götürmək olmaz axı ora. Mütləq şəkildə o hökumətin tərkibi adam-adam tək-tək tərkibi təsdiq olunmalıdır. Bu adam bu işə baxsın, bu adam bu işə baxsın. Birinci hökumət. Birinci hökumət deməli olacaq 28 maydan. Bunların hər biri 1918-ci il tarixinə aid olduğuna görə tək-tək vurğulamayacağam. 17 iyun tarixinə qədər birinci hökumətin hakimiyyət dövrüdür. Ümumiyyətcə 6 dənə hökumətimiz var. 5 desəniz də olar, amma mütləq şəkildə bu 6 hökumətin bütün hamısının yaradılış və süqut tarixlərini bilməyiniz vacibdir. Çox önəmli məqamdır. Mən hər digər hökumətə keçəndə hər birini tək-tək qeyd eləyəcəm burada. Gəlin gedək.
1918-ci il tarixi nə oldu bir daha deyək. 28 may tarixində AXC yarandı, yəni Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması radio-teleqrafla bildirildi, elan olundu. İstiqlaliyyət bəyannaməsi qəbul edildi. Fətəli xan Xoyskinin rəhbərliyi altında birinci hökumətin tərkibi təsdiq olundu. Hansı ki, birinci hökumət də dövlətin yaranmasından, yəni 28 maydan 17 iyun tarixinə qədər mövcud olmuşdu. Deməli, dövlət yaranandan sonra nə etmək olar? Hələ də biz Tiflisdəyik, hələ də bizim əlimizdə bir ordumuz yox, bir maddi gücümüz yox, bir iqtisadiyyatımız yox. Hal-hazırda bizim heç nəyimiz yoxdur. Gedib döyüşə girə bilmərik. Onsuz girsək də axırımız bəllidir, nə olacağımız bəllidir. Məcbur nə etməliyik? Sülh müqavilələri imzalamalıyıq. Sülh müqavilələrini də kimdən imzalayarıq sizcə? Hansı ki, bu dövlət bizə hərbi yardım göstərməlidir? Hansı ki, bu dövlət bizi birinci olaraq, ən əsaslı olaraq bu dövlət bizi tanımalıdır? Kimin yanına gedərik? Əlbəttə ki, Osmanlı dövlətinin yanına gedərik. Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Osmanlı dövlətinə gedirik. Osmanlı dövləti ilə 1918-ci ilin iyun ayının 4-də Batum sülh müqaviləsini imzalayırıq. Gəlin bunu da qeyd edək, çox önəmlidir. 1918-ci il may ayının bağışlayın, iyun ayının 4-də Osmanlı və AXC arasında Batum sülh müqaviləsi imzalanır. Batum sülh müqaviləsinin şərtlərinə əsasən Osmanlı AXC-ni tanıyan ilk dövlət olur və eyni zamanda Batum sülh müqaviləsinin 4-cü maddəsinə əsaslanaraq Osmanlı zəruri olduğu müddətdə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım etməyi öz öhdəliyinə götürür. Biz də fürsətdən istifadə edərək, onsuz da Bakı bizim əlimizdə deyil. Yəni biz ümumiyyətcə Azərbaycanı işğaldan azad eləmək. Çünki bilirsiniz də, Şimali Azərbaycan Rusiyanın, bolşeviklərin tərkibindədir. Cənubi Azərbaycan onsuz da illərdir Qacarlar dövlətinin tərkibindədir. Məcbur qalırıq sülh müqaviləsi imzalayıb və bu sülh müqaviləsində bizə hərbi yardım göstərilsin ki, biz bu ordumuzla birlikdə gedək öz əziz torpaqlarımızı, doğma torpaqlarımızı bolşeviklərdən, Qacarlardan və s. azad eləyək. Əlbəttə, birinci Şimali Azərbaycandan başlayacağıq. Osmanlıya gedib deyir ki, fürsətdən istifadə etmə. Bəs biz müqavilə indi imzaladıq ki, 4-cü maddəyə əsasən sən bizə kömək eləyə biləcəkdin də, hərbi yardım eləyə biləcəkdin. İndi bizim əlimizdə bir qarış torpağımız yoxdur. Azərbaycan, Bakısız Azərbaycan, başsız bədəndir deyirik. Biraz da özümüzü orada eləyirik. Heç nə. Osmanlı deyir ki, hə, niyə kömək eləmirəm? Kömək eləyərəm sizə. Deməli, bizə Nuru Paşanı göndərir. Nuru Paşa ordu ilə birlikdə Nuru Paşanı göndərir. Amma Osmanlı deyir ki, baxın, mən bu ordunu sizə göndərirəm, amma bu ordunu sizə göndərdiyimi Almaniya və Rusiya bilsə, sizin axırınız yaxşı olmayacaq. Gəlin belə eləyək. Mən bu ordunu sizə Osmanlı dövlətinin sərəncamı altında olmayan Qafqaz İslam Ordusu adı ilə göndərirəm. Siz də gedin, nə işiniz görürsünüz, görün. Deyirik, hə, bizə əsas orada biz yoxluqdayıq da, bizə əsas orada bizə yəni ordu verilsin. Nə olsun ki, nə ordusu? Ordu verilsin. Heç nə, orada bizə Nuru Paşa ilə bir yerə verilir. Daha sonra artıq biz başlayırıq yavaş-yavaş işğallara. 1918-ci il iyun ayında Qafqaz İslam Ordusu ilə Alman gürcülərin Birləşmiş Qüvvələrin arasında Borçalı döyüşü baş verir. Gəlin bunu da qeyd eləyək. 1918-ci ilin iyununda yenə Qafqaz İslam Ordusu, Qafqaz İslam Ordusu. Qafqaz İslam Ordusunun tərkibinə AXC-nin ordusu ilə Osmanlı dövlətinin göndərdiyi ordu və plus da Nuru Paşa daxildir. Qafqaz İslam Ordusu deyəndə, yəni belə başa düşün də. Qafqaz İslam Ordusu və Alman plus gürcülər hücum edir. Qafqaz İslam Ordusu əlbəttə qalib gələcək, gürcülər məğlub olacaq. Burada Almaniyanın istəyi Azərbaycan Xalq Cümhuriyyətini öz tərəfinə çəkməkdir. Amma bunu edə bilmir. Buna nail ola bilmir. Eyni zamanda bu döyüşdə nə döyüşü idi və Borçalı döyüşü. Deməli, qalib gəldik 1. Daha sonra
1918-ci ilin iyunun 16-sında Gürcüstanın tələbi ilə Tiflisdən çıxırıq. Çünki axı biz bunları burada məğlub elədik. O niyə bizi saxlasın Tiflisdə? Biz də hələ oturmuşuq Tiflisdə. Heç qalxıb öz evimizə getməyimizə, öz dövlətimizə getməyimizə bir fikrimiz yoxdur. Gürcüstan deyir ki, də qonağın qisasını məqbuldür, da çıxın gedin. Heç nə deyirik, özümüzü sındırmırıq, çıxırıq gedirik. Amma hara gedirik, heç onu özümüz də bilmirik. Bundan sonra artıq iyunun 17-sində ilk siyasi böhran baş verir. Bu bizim iyun böhranımızdır. Və iyun böhranının yaranması ilə tez Milli Şura bir daha fövqəladə bir iclas keçirir. Axı gəlin görək nə edəcək, nə fikir verirsiniz? Bu AXC-nin qərarları ilə, bu iclasda deməli, gəlin bunları da qeyd eləyək. 1918-ci ilin yenə 17 iyun tarixində iyun böhranı adından görüldüyü üzrə iyun böhranı da bizim birinci böhranımızdır. İyun böhranı baş verir. Deməli bu iyun böhranının baş verməsi ilə də tez Milli Şura bir fövqəladə iclas keçirilir bir daha. Birdən nə vaxt fövqəladə iclas keçirilmişdi? Axı onu dedik 1918-ci ilin may ayının 27-sində keçirilmişdi deyib yenidən öz mövzumuza qayıdırıq. Milli Şuranın AXC deməli bu iclasda qərar verir ki, Milli Şura öz fəaliyyətini dayandırsın. Səlahiyyətlərini Xoyskinin yaradacağı ikinci hökumətə verilsin. Axı baxın uşaqlar, biz burada qeyd elədik ki, ikinci hökumətin hakimiyyəti nə vaxtdan da 28 maydan 17 iyuna qədərdir. İndi mən də gəlmişəm 17 iyuna. Deməli 17 iyunda artıq ikinci hökumət getməlidir. Bunun yerinə birinci hökumət getməlidir. Bunun yerinə ikinci hökumət gəlməlidir. AXC də bu iclasa qərar verir ki, Milli Şura fəaliyyətini dayandırsın və öz səlahiyyətlərini Xoyskinin yaradacağı ikinci hökumətə versin. İkinci hökumətdə 6 aydan gec olmayaraq müəssislər məclisini çağırmalı idi. Yəni birinci hökumət ikinci hökumətə elə fikirləşin deyir ki, baxın 6 aydan gec olmayaraq müəssislər məclisi adlanan bir orqan var. Onu çağırmalısan. Yoxsa əgər çağırmasan, mən yenidən öz-özümü bərpa eləyəcəm. Dediyini də eləyir. Müəssislər məclisi çağırılmır. Ondan sonra deməli öz-özünü birinci hökumət daha doğrusu Milli Şura özünü bərpa eləyəcək. İkinci hökumətin qarşısında daha bir necə deyirlər məqsədlər də var idi. Ümumiyyətcə bunun qabağına qoyulmuş əsas məqsədlər, fəaliyyətlər bundan ibarət idi ki, Bakını bolşeviklərdən təmizləmək. Daha sonra 1918-ci ilin iyun ayının 27-sində gəlin onu da qeyd eləyək. iyun tarixində Bakı XKS ilə Bakı Xalq Komissarları Soveti, Qafqaz İslam Ordusu arasında Göyçay döyüşləri baş verir. Göyçay döyüşləri deməyimizin səbəbi bu döyüş bir döyüş deyil. Bir neçə gündən davam edib, ona görə də buna Göyçay döyüşləri adını veririk. Bəs bu Göyçay döyüşlərinin haçandan haçana qədər davam edib, 27 iyunda başlayacaq, ta ki 1 iyul tarixinə qədər. 1 iyul tarixində bizim qələbəmizlə başa çatacaq. Bakı XKS əlbəttə ki məğlub olacaq. Qafqaz İslam Ordusu, yəni Osmanlı və AXC-nin birləşmiş qüvvələri də qalib olacaq. Bu döyüş zamanı da Bakı XKS, yəni Bakı Xalq Komissarları Soveti də Azərbaycanın müəyyən bölgələrində yenidən soyqırımlarını təkrarlayır. Daha sonra 1918-ci il iyunun 31-də artıq 31 iyunda Bakı XKS məğlub olur. Axı dedik 27 iyunda Bakı XKS məğlub olacaq, biz qalib gələcəyik. Daha sonra 31 iyunda Bakı XKS deyir ki, mən öz fəaliyyətimi dayandırıram. Nə vaxt yaranmışdı? Gəlin onu da yadımıza salaq. 25 apreldə yaranmışdı Bakı Xalq Komissarları Soveti. 31 iyuna qədər fəaliyyətdə olmuşdu. 31 iyunda da deməli öz fəaliyyətini dayandırır və deyir ki, mən yerimdə elə yaradacağım avqustun
birində sentroskopik diktaturasına dediyi kimi də eləyir. Sentroskopik diktaturasını yaradır. Sentroskopik diktaturasında tərkibi daşnaq, sağ, eser, menşeviklərdən ibarətdir. Daşnaqlar bilir ki, ermənilərdir. Menşeviklər bilir ki, bir bolşeviklər var idi, bir menşeviklər var idi. Bolşeviklər çoxluq olanına deyirdilər, menşeviklər azlıq olana deyirdilər. Bunlar idi. Güya bu sentroskopik diktaturası Şamiyanı və s. güllələtdirmişdi, amma əlbəttə ki, yalan məlumat idi. Şamiyanı aparıb hardasa gizlice saxlamışdılar. Ümumiyyətlə bu sentroskopik diktaturasında ermənilərə ait siyasi təşkilatlar çox idi. Bu Şamiyan da ermənidir. Bunlar niyə getsin Şamiyanı güllələtdirsin ki? Tamamilə artıq insanların gözünü boyamaq məqsədi deyilmiş bir yalan idi. Bakını əldə saxlamaq üçün də ingilislər köməyə çağırmışdı. Gəlin bir daha baxım. Nəsə demədiyim yer varsa onlar da deyim. Deməli, sentroskopik diktaturasının dəvəti ilə 1918-ci ilin avqustun 4-də General Denstervilin ordusu 1000 nəfərə qədər olan ordu ilə Bakıya gəlir. Bu ermənilər də görür, yəni sentroskopik diktaturası da görür, məyus olur ki, biz 1000 nəfər ordu ilə biz nə edə bilərik? Denstervil də deyir, bəyənmirsiniz, belə xoş gedirəm. Bizimkilər deyəndə ermənilər deyir ki, yox, getmə falan. Onsuz Denstervil belə deyim də, həm gələndə deməli, həm gördüklərinə görə məyus olur. Niyə görə məyus olur? Çünki onsuz da xalq, yəni Azərbaycan xalqı AXC ilə birləşmək istəyir. Yəni biz dua edirik ki, Osmanlı gəlsin, AXC gəlsin, bizi bu soyqırımlardan, bizi bu ruslardan, ermənilərdən, ruslar və ermənilərin birləşmiş qüvvələrindən bizi azad eləsin. Gəlir görür ki, onsuz xalq birləşməyə can atır. Biz bunları necə verməyə bilərik? Bir də ki, bunların döyüş qabiliyyətləri çox zəifdir. Nəyə görə bəs bizim döyüş qabiliyyətlərimiz zəifdir? Ona görə ki, yadınızdadırsa, Rusiya Azərbaycan vətəndaşlarını hərbi yardıma göndərmirdi. Yəni hərbi xidmətə daha doğrusu göndərmirdi. Çünki Azərbaycanlı vətəndaşların hərbi işi bilməsini istəmirdi. Xüsusilə də Osmanlı dövləti ilə olan döyüşlərimizdə bizi heç belə müharibənə qırağını da qoymurdu. Daha sonra bu Denstervil gedəndən sonra bu sentroskopik diktaturası gedir deməli Almaniya ilə bir gizli saziş, demək topluda ona əlavə saziş də deyirlər, bir əlavə saziş imzalayır. Bu əlavə sazişlə də Almaniya Osmanlıya xəyanət edir. Osmanlı bilmir də bunu imzalayır. Deməli, ayın neçəsində imzalayırlar? 1918-ci ilin avqustun 27-sində bunu deməli imzalayırlar. Almaniya da həmən müddətdə deməli 2-ci Dünya müharibəsində idi, bilirsiniz. 2-ci Dünya müharibəsi 1918-ci ilin noyabrına qədər davam edibdi. Deyir ki, Bakının neftini mənə versən, mən gələrəm Osmanlı və AXC qüvvələrindən Bakını qoruyaram. Bu da deyir, hə, mən Bakının neftini verdim sənə, gəl qoru. Daha sonra Osmanlının təzyiqidir, daha sonra onsuz 2-ci Dünya müharibəsinin törətdiyi fəsadlar da və s. Almaniya bu sazişdən deməli üz çevirir. Deyir, yox da, sən də, mən ki, məndə. Mən sənə heç nə eləyə bilmərəm. Daha sonra o gözəl an gəlir. 1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad edir. Və Bakını azad etdiyi 15 sentyabr tarixində eləcə də sentroskopik diktaturası, hansı ki avqustun 1-də yaradılmışdı, o da süqut edir. Deməli, bizim müəyyən dövrlərimiz də var. Bu hansı dövrlərimizdir? Tiflis dövrü. Dərs başlayana dedik ki, biz 28 maydan oturmuşuq Tiflisdə. Bir otağın içində dövlət yaradıb bizim ziyalılarımız. Gəlin onları da qeyd eləyək. Deməli, 28 may 16 iyun tarixində. Hansı ki, bu 16 iyunda da biz axı dedik bizim Borçalı döyüşümüz oldu. Borçalı döyüşündə bu gürcülər bizi Tiflisdən çölə atmadım demədi. Siz bizi məğlub eləmişsiniz da ki, çıxın gedin. Hə, bax, o vaxtdan bizim deməli bu Tiflis dövrüdür. Tiflisə gəlməyimiz, Tiflisdən getməyimiz. Daha sonra
Bakı dövrü, daha doğrusu Gəncə dövrü. Gəncə dövrü də 16 iyun. Bu Tiflisdən gedəndən sonra gəlirik deməli Gəncəyə və axırda 17 sentyabrda Bakıya gəlirik. Bakını azad etdiyimiz üçün bu olur Bakı dövrü. Bu uşaqlar bağışlayın, bu olur. Mən niyə belə elədim? Bu olur deməli Gəncə dövrü. Daha sonra axı Bakı dövrümüz başlayacaq. Bakı dövrü də 17 sentyabrdan 17 sentyabr, gəlin bunu belə yazaq. 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər 27 aprel 1920-ci ilə qədər bizim Bakı dövrümüzdür. Məsələn, AXC-nin ərazisi haqqında İstiqlaliyyət bəyannaməsində olduğu qədər yaxşı məlumatlar verilibdir. Ümumiyyətlə, İstiqlaliyyət bəyannaməsini ötəri-keçmək olmaz. Mütləq şəkildə İstiqlaliyyət bəyannaməsini bir göz gəzdirmək, oxumaq lazımdır. Çünki keçən ilin qəbuluna İstiqlaliyyət bəyannaməsindən bir sual düşmüşdü. Hamı bilirdi ki, düşməz, ötəri-keçmək lazımdır. Amma bir daha göstərdi ki, bizə İstiqlaliyyət bəyannaməsini ümumiyyətlə kitabda yazılan heç nəyə ötəri-keçmək olmaz. Hər şey əzbər bilin demirəm, amma hər şey əzbər bilsəz əlbəttə ki, əla olar. Amma hər şey düşə bilmə ehtimalına sahibdir. Deməli, AXC-nin ərazisi haqqında dediyi İstiqlaliyyət bəyannaməsində deyilir ki, Cənubi Qafqazın cənub-şərqini əhatə edir. Bunu da bildiksə, mən bu dediklərimi ardıcıl formada öyrənsəz, bu qeydləri də götürə bilərsiniz, dediklərimdən qeydlər götürə bilərsiniz. Siz tamamilə AXC-nin yaranması dərsini əla bir şəkildə bilmiş olacaqsınız. Dediyim kimi bunu mövzulara ayırıram. AXC-nin daxili və xarici siyasətini ayrı video izahlarda çəkməyə çalışacağam. Sağ olun, salamat qalın.